أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, her bir şəxsin həyatında bir planları vardır. Görəcəyi evlilik işi kimi, alacağı ev kimi, minik kimi və yaxud da quracağı bir iş planı. Ümumiyyətlə bu cür işlər hər bir insanın həyatında vardır. Hər bir insanın xəyalları vardır ki, qarşıda bu işləri görməliyəm. Değerli Müslümanlar, bir iş görərkən mütəxəssislə məsləhətləşmək olar. Ki, misal üçün, maşın alacaqsansa, mütəxəssislə məsləhətləş ki, daha xeyirlisini, sağlam olanını aldanmayasan. Hər hansı bir iş üçün bu yararlıdır. Biznes qurmaq istəyirsən, həmən biznesdə mütəxəssis olan birisi ilə məsləhətləşə bilərsən. Amma bugünkü dərsimiz bunun üzərində qurulmuşdur ki, değerli insanlar, bir iş görəcəksənsə, onu maksimum gizlət. Bacardığın qədər gizlət. Heç kəslə paylaşma. Yalnız məcbur qaldığın adamlarla onu paylaş. Məcbur qaldığın adam. Danışdığımız kimi, bir mütəxəssisdə məcbursan bunu deməyə. Mütəxəssisi də seçəndə eləsini seç ki, birazdan danışacağımız bəlaya səni salmasın. Və yaxud da bəzən olur ki, iş qurmaq istəyirsən, məcburi bir nəfərdən pul istəyirsən. Yəni, məcbur qalsan, bunu kiminləsə paylaş, paylaşarkən də ağzı bitov olan və gizli saxlaya biləcək birisi ilə paylaş. Değerli insanlar, biz insan olaraq xarakterimizdə bizdən aslı olmadan bəzi mənfi xarakterlər vardır. O mənfi xarakter bəzən bizim üçün faydalı olur, bəzən zərərli olur. Bax, o mənfi xarakterlərdən biri də qısqancılıqdır. Qısqancılıq. Sən bir iş görmək istəyirsən, misal üçün övlad evləndirirsən və yaxud da ev almaq istəyirsən, biznes qurmaq istəyirsən, oturub dostlarınla paylaşırsan. O dostların sənin dostlarındır. Demirəm ki, onlar xəyanətkardır. Yox. İnsandır, insan. Hamının da arzusu var. Edə bilməyəcəyi işlər var. Sən bu işi görürsən deyə, o bunu bacarmır deyə, ondan aslı olmadan sənin ona açdığın bir planın üçün o qısqancılıq hissi keçirdə bilər. Hətta səni sevir, ha. Ola bilsin ki, doğma qardaşındır. Ola bilsin ki, sənin valideynindir. Hər kəsdə bu ola bilər. Yəni, insan dəyişkən məxluqdur. İnsan içində fırtınalar vardır. O fırtınalar bəzən sevdiyinə qarşı da əsir. Sevdiyinə qarşı da olur. Nə qədər övladlar vardır ki, anasının bədnəzərinə gəlib. Onu sevən anasının, onu sevən atasının bədnəzərinə gəlib. Halbuki o bunu istəmirdi. Amma özündən asılı olmayan işlər vardır. Ona görə değerli insanlar, bir iş görəcəksənsə, maksimum onu gizli saxla. İş baş verəndən sonra, bəli, onu ona sürpriz kimi et. Get ona şad xəbər kimi ver. Bu başqadır. Amma qabaqcadan demə, çünki istəmədən işin pozula bilər. Bəli, değerli insanlar, bir neçə insanın, bizim bir neçə işlərimizin əksəriyyəti bədnəzərdən körlanmışdı. Bizim isə ondan xəbərimiz yoxdur. İşim niyə alınmadı deyə fəryad qopardırıq. Halbuki dilimizi yerində düz tutmadıq. Sirri saxlaya bilmədik. Ona görə bu məsələ iki problemə görə danışılmaz, gizlədilməlidir. Biri insandır ki, danışdıq, yəni insandan gizlət,
Çünki insandan aslı olmadan həsəd duyğuları vardır insanda. Həsəd duyğuları da o qədər qorxunç bir şeydir ki, aləmlərin Rabbi Allah haqqında bir surə indirmişdi. Falaq surəsi 5-ci ayəsində belə deyir: وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدٍ. Allahım, həsəd aparanların həsədindən, həsədinin şərrindən sənə sığınıram. Gör ha, nə qədər qorxuncdur ki, insan Allaha sığınmalıdır. Yalnız Allah qoruya bilər onu bu bəladan. Ona görə bizim əksəriyyətimiz görəcəyimiz işin üstünü açdığımıza görə o işimiz pozulur. Və özümüz də sonra şikayəti Allaha edirik, Allah ilə küsürük ki, niyə bu iş belə oldu? Halbuki Rəbbimiz bizə demişdi ki, həsəddən qaç. Sən isə sözü danışdın. Və sonra deyirsən, neyniyim, sevdiyim birisiydi, adam dərdini kimə danışar ki? Bu dərd deyil ki, bu plandır. Plandır, dərd deyil ki. Dərd problemdir. Bu hələ problem deyil ki, sən iş qurmaq istəyirsən, bir iş görmək istəyirsən, hələ bir gizli saxla. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ümmətimin çoxu bədnəzərdən öləcək. Subhanallah, öləcək ha, pis nəzərdən öləcək. Digər bir hədisdə buyurur, bədnəzər dəvəni qazana, adamı məzara göndərər. Dəvəni qazana, dəvəyə bədnəzər olanda, dəvə yıxılır, qıçı sınır, sahibi də görür ki, qıçı sındı, məcburdur onu kəsir ki, qazana, yeməyə ki, hayf olmasın. Bax, dəvə getdi qazana, insan da gedir məzara. Deməli, insanı ölümünə qədər gedə bilir. Diqqətli olun. Yusif əleyhissalamın hadisəsini unutmayın. Yusif əleyhissalam bir yuxu görmüşdü. Yuxusunu atasına danışdı. Atası ona nə dedi? Oğlum, bunu heç kəsə danışma. Səni qarşıda bir peyğəmbərlik gözləyir. Böyük bir şöhrət gözləyir səni. Baxın, doğma qardaşları bunu eşitdi, bunu bildi. Ata bir qardaşları onu qısqandılar. Qısqancılığın sonu nə oldu? Onu öldürdülər. Onlara görə ölmədi də. Yəni onu öldürüb quyuya atdılar, ölümünə tərk etdilər. Amma Allah saxladı. Başına nələr gəldi? Bütün ömrünün gənc dönəmi həbisxanalar, böhtanlar və sıxıntılar içində yaşadı. Gör nə qədər başına bəlalar gəldi, sözünün üstü açılmasına görə. Ona görə dəyərli insanlar, sirrini gizlin saxla. Gizli saxla, iş həyata keçəndən sonra Allaha təşəkkür edərək insanlara da bu barədə xəbər ver. Bunun birinci tərəfi idi. Yəni birinci problem insandır. İnsandan da böyük bir problem vardır. İblis. Sən sirrivil danışarkən iblis eşidir. Baxın, dəyərli insanlar, iblis bizim qəlbimizi bilmir. Sən nə qədər ki, içində düşünürsən dərində, iblisin ondan xəbəri yoxdur. Ta ki, sən danışmadıqca. Sən danışdın, iblis planı bilir. Və o planı pozmaq üçün bütün ordusunu sənin üzərinə göndərir. Bəli, baxın, Allah Subhanahu taala Quran-ı Kərimdə Əl-Hicr surəsi 42-ci ayədə belə buyurur. İnnə ibadi leysə ləkə aleyhim sultanun illə mən ittəbəəkə minəl gavin. Sənin, mənim qullarım üzərində heç bir hökmranlığın yoxdur. Allah iblisə deyir. Sənin, mənim qullarım üzərində heç bir hökmranlığın yoxdur. Günahkarlardan başqa. Yəni, iblis səni tanımır, içini bilmir. Ta ki, sən özün dilə gətirmədikcə. Bəs bəzən dilə gətirməsən də iblis bilə bilər. Bax, o da sənin səhvindir. O da nədir? Baxışlarınla bildirirsən. Baxın, iblis
tetizdə qalıb. Bax, eyni it kimidir o. Eyni, çox itə bənzəyir. Bax, gözlərini dikib sənin gözlərinə. Baxır ki, sən hara baxırsan. Baxın, bizdə bugün müasir texnologiyada algoritm proqramı var. Algoritm proqramı. Misal üçün, TikTok ən güclü algoritm proqramı ilə işləyir. Hətta Amerika o proqramı ondan almaq üçün müharibə belə eləməyə hazırdır. Ala bilmir. Algoritm proqramı. Algoritm proqramı nədir? Sən telefona baxırsan, telefonda ardıcıl şəkillər gəlir, xəbərlər gəlir, film gəlir, musiqi gəlir, nə bilim, xatirələr gəlir, cürəbəcür şeylər gəlir. Telefondakı o proqram, algoritm proqramı sənin gözünü izləyir. Sənin gözün hansı proqramı, hansı şəklin, hansı videonun üzərində bir saniyə geciksə, həmin algoritm proqramı sənin baxışlarını tutur ki, aha, bu filan şeyə baxdı. Anında mərkəzə siqnal və mərkəz başlayır həmən barədə bir-iki fotomu, videomu sənə göndərir. Və sən də yavaş-yavaş ona baxdıqca o səni tapır. Proqram səni kəşf edir. Aha, bu musiqiyə xoş gəlir və bu tipli musiqi xoşuna gəlir. Bax, səni tapır, kəşf edir. Yavaş-yavaş sənin telefonun səni kəşf edir. O bilirsən nəyi istəyirsən, hansı növ xəbərləri istəyirsən, hansı tip filmləri xoşlayırsan, hansı növ musiqi xoşuna gəlir. Bax, beləcə səni kəşf edir və ondan sonra arxivində olan bütün bu cür proqramları sənə göndərir. Buna deyirlər algoritm proqramı. Sənin gözlərin duyğularını tutmasıdır. Bunu insan icad eləyib. İndi gör, şeytan bizim baxışlarımızı, nəfəsimizi necə izləyir? Deməli, şeytan bizim içimizi bilmir. Ancaq himcimdən başa düşür. O sənin duyğularını hiss edir. Aha, buna filankəsin adını yanında çəkdik, filankəsin adını yanında çəkdik, bu duyğulandı. Aha, bu qul gedib qalıb pəncərənin qırağında, pəncərədən çölə baxır. Pəncərədən çölə baxmaq nə deməkdir? Bu, normalda, psixologiyada darıxmaq deməkdir. Yəni, bu insan darıxır. Darıxan insan bu formada qalır. Pəncərə qırağında gözlərini bir yerə zilləyib, ora baxır, duyğulanıb. Deməli, bunu biz bu şəkildə biliriksə, bunun 10 qat artığını iblis bilir. Ki, bu adam niyə duyğuludur? Bu adam nə xəbər eşitdi ki, belə sevinir? Bu adam nə istəyir? Bax, beləcə o bizim baxışlarımıza baxır. Sənin içində keçən duyğuları əgər zahirivə, biruzə verdinsə, iblis onu tutacaq. Bəli, bu da Quran ayəsi ilə subutdur. A'raf surəsi 27-ci ayə. İnnehu yarakum huve ve qabiluhu min haythu la tarawnahum. Həqiqətən də Allah deyir, ha, bizə bunu xəbər verir. Həqiqətən də o, yəni iblis və onun ordusu sizin görmədiyiniz yerdən onlar sizi görürlər, kəşf edirlər. Deməli, bizim hiss etmədiyimiz yerdən o bizi hiss edir. Ona görə də sən hətta niyyətini baxışlarından belə gizlətməlisən. Tam içində saxla. İblis də bilməsin. Çünki iblis bilsə, hökmən kimləri isə sənin üstübə göndərəcək. Biri sənə xəbər gətirəcək, bu işi görmə, filan kəs gördü, belə oldu, elə oldu, pulun qalıb əlində, kimi səni qorxudur. Evlilik işidir, iblis gəlir, xəbər gətirir. Bilirsən, o kimlərdəndir, onun anası belə olub, atası belə olub, güclə işi pozur. Sən bu qızı alacaqsan, atası nəyimə lazım, qohumları nəyimə lazımdır sənin. Bax, amma iblis öz işini görür, münasibətləri pozur. O tərəfə də, bu tərəfə də. Deməli, iblis sən demədikcə, yox, sən deyəndə insanlar bilir. İblis isə sən onu öz çöhrənə çıxartmadıqca, yəni zahirində hiss olunmadıqca, baxışlarında, nəfəsində, dərində bu hiss olunmadısa, bu iblisdən də gizlin qalır. Bilirsiniz, neçə-neçə insanlar sirrini danışdığına görə başına bəlalar gəlib, misal üçün deyir,
Dünən axşam həyətdə idim. Birdən çəpərin üstündə bir şey gördüm. Hasarın üstündə bir şey gördüm. Belə qorxdum. Bax dedim bunu, iblis eşitdi. İblis bildi ki, bax bunun qorxusu var. Bu qorxur. Vəssalam, bundan sonra hey səni hasarın üstündən bir şey göstərəcək. Ağacın üstündə bir şey göstərəcək ki, səni yavaş-yavaş qorxudacaq və səni sıxıntılara salacaq və sonra da səni mollaya göndərəcək. Get dua yazdır. Bax, bir səhvindən iblis səni tanıdı. Ona görə bizi iblis kəşf edir. Arxivinə yazır. Bunun xarakteri nədir? İndi biz bu günə qədər müəyyən qədər özümüzü buraxmışıq. İblis ola bilsin ki, bizim haqqımızda artıq müəyyən qədər məlumatı var. Amma onu dəyişə bilərik. Yəni biz tövbə edib, Allaha sığınıb, Allahım mənə güc ver, mən ona qələbə çalım deməklə biz iblisin planlarını poza bilirik. Onun dalğasını poza bilirik. Onun dəftərini silə bilirik. Allaha sığınmaqla. Ona görə də dəyərli insanlar, planını deşifrə etmə. Planlarını açma. Gizli saxla, iş həyata keçənə qədər. Yoxsa sənə əngəl olacaq. Ya insanlar, ya iblis. Zaten iblis də özü gəlib əngəl olmur. İblis vəsvəsə verir, sənə verir, qarşılıqlı adamlara verir və sənin planlarını pozur. İblis də belə, insan da belə. İblis bizim əzəli düşməndir. İnsanlar isə bizim düşmənimiz deyil. İnsanların mən hətta yaxşılarını belə deyirəm ki, onlarla da paylaşma. Çünki ondan aslı olmayan bir şeylər olur. İnsandır. İçində duyğuları ona güc gələ bilər və yaxud da ki, ən azı belə. Yəni sənə qısqanmaz ki, niyə bu misal üçün övladını evləndirir. Sən deyərsən ki, övladımsın, gedirəm elçiliyə, o içində fikirləşər ki, saç ki, mən də eləyə biləydim. Mənim övladım qaldı, heç evləndirə bilmədim. Bax, ən azı bu cürə ola bilir. Biz insanıq, yəni etiraf edək ki, hər birimizdə bundan biraz vardır. Yalnız özünü islah edən, Allahdan qorxub da, Allahım, bu nə duyğulardır mənim içimdə, deyib özü ilə mübarizə aparanlar bunu müəyyən qədər bacarır. O da bir yerə qədər. O da bir yerdə uduza bilir. Ona görə dəyərli insanlar, içimizdə olan niyyətlərimizi gizli saxlayaq. Allah bizim içimizi bilir. İnnallaha alimun bizatis sudur. Ali İmran surəsi 119-cu ayə. Həqiqətən də Allah sizin içinizdəki bütün duyğularınızdan xəbərdardır. Allah bizi bilir. İçində Allaha dua et. İçində Allahdan istə, onu gizlin saxla. Sən və Rəbbin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.